Bu bizim 3 nömrəli məsələni əmələ şunu aldı. Bura kimi biz bilirdik, yəni tərtib eləmişdik. Burada necə baxırıq? Məsələ həlli zamanı pul vəsaiti deyəndə, onun içində həm bank hesabı gedir, həm də kassa hesabı gedir. 221-in 220 çardan pul vəsaiti hesabını bildik ki, aktiv hesab. Razı. Və bildik ki, aktiv hesablar harada olur? Biz bildik ki, 100 ilə 299 arasıdır. Və onu da bilirik ki, pul vəsaitləri hesabları qısa müddətlidir. Yəni 200 ilə başlayan. Ona görə gəlirəm hesablar planına, baxıram pul vəsaitlər adlı maddəni tapıram. Pul vəsaitlər adlı maddəni tapıram. Baxın, gəldi biz bilirik ki, bu qıraqlara da bilirik ki, 2 ilə başlayır. Və gəlirəm, burada pul vəsaitlər, baxın, nə var? Kassa hesabı. Kassa da olsa da, bank hesabı da olsa, hər ikisi pul vəsaitidir. Onun görə məsələli zamanı bura 221-in 223 yazılır. Nizamnama kapitalı neçədir? 300 ilə başlayır. 301-dir. Nədən bildim? 300 ilə başladığına görə, bax, burada görürəm ki, 301 nömrəli hesab. Gördüm, onu yazdım. Sol tərəfini. Sonra gəldim, yenə pul vəsaiti təkrar yazdım. Təsisçi borcu, bilirəm ki, öhdəlik hesabıdır. Öhdəlik hesabları neçə ilə başlayır? Biz bilirik 400 ilə 599 arasıdır. Və qısa məsələnin şərtində də qısa müddətli olsa 500 üzərinə götürük, uzun müddətli də olsa 400 üzərinə. Biz bilirik ki, onu 500 ilə başlayan hesabda axtarmalıyıq. Gəlirik biz 500 ilə başlayan hesabla. Bax, burada təsisçidən bax, 538.1 gətirirəm, yazıram bura. Yenə pul vəsaiti təkrar yazıram. Bank krediti. Bank krediti uzun müddətli də ola bilər, qısa müddətli də. Yəni, uzun müddətli olanda 401-dir, qısa müddətli də olanda 501-dir. Sonra gəldim yenə mal ambarı, görürsünüz, kompüter yazmışım. Biz bilirik ki, bu aktiv hesabdır. Aktiv hesablar neçə ilə başlayır? 100 ilə demişdik ki, 299 arasıdır. Biz gəlirik o mal hesabına, görürsünüz. O da qısa müddətliyə aid olduğuna görə nələrə daxildir? Biz bilirik ki, bura 205-ə daxildir. Biz burada da ən çox da istifadə elədiyimiz hesablardan biridir. Sonra növbətiyə gəldim. Yenə pul vəsaiti burada təşkildir. Sol tərəfinə SMMD, mal xərci. 701 nömrəli hesab. Nədən bildik? Bilirik ki, xərc hesabları 700 ilə başlayır. Gəlirik bura, baxırıq həqiqətən 701 nömrə hesabı var. Görürsünüz, burada satılmış malların hazır məhsulun balans dəyəri, adı belə gedir. Sonra debitor borc, görürsünüz, həm 171 yazmışam, həm də 211 yazmışam. Yəni, nə deməkdir? Yəni, biri qısa müddətli, uzun müddətli ifadə eləmək üçün 171-dir, qısa müddətli də 211-dir. Biz nədən bilirik? Biz gəlirik aktiv hesablarımıza baxırıq, aktivlər bölməsinə baxırıq. Burada bilirik ki, həqiqətən, baxın, burada 171 debitor borc həqiqətən, o birisi neçədir? 211. Görürsünüz, sadə uzun da gəlirik bu 211 nömrə hesabımız var. Qısa müddətli debitor borcdur. Sonra gəldik, məsələn, yenə burada debitor borc 171, 211. Sonra gəldik, xidmət gəlir. Xidmət birlik gəlir hesab 600 ilə başlayır. 600 ilə xidmət gəlir 601.2-dir, mal gəlir 601.1-dir. Biz nədə birlik? Birlik ki, 600 ilə başlayan hesablardır. Gördünüz? 601.1 mal gəldi, 601.2 xidmət gəlir. Sonra yenə debitor borc məsələn burada təkrar edilir. Əmək haqqı xərci 721 ilə qeyd eləmişik. Dedim ki, inzibat xərc hissəsində qeyd eləyəcəyik. Hələ ki 711-ə də rast gələ bilərsən, onun bir ciddi problemi yoxdur. Yerimdə daha çox istehsalat sektorunda, kommersiya xərclərində əmək haqqını bu bölmədə qeyd edirlər. Ancaq digərlərində isə ticarətlə xidmətdə isə bu hissədə. 721.2. Sonra əmək haqqı öhdəliyin deyən kimi
ilk anda ağlımıza 500-dən başlayan hesab gəlir. Həmlə gəlir, məsələn, baxırıq bura. Burada 533 görürsünüz. Əməyin ödənişi üzrə istəyətli olan borc var. Sonra yenə avadanlıq deyəndə 6111 nömrəli hesab nədir? Aktivlə bağlı. Mən gəlirəm avadanlıq bölməsinə. Gəlirəm, qalxıram yuxarı. Nə hansı uzun müddətli. Gözü həm də uzun müddətlilərə daxildir. Gəlirəm bura. 111 ilə baxın. Torpaq tikili avadanlıqların dəyəri. Onun sub hesabı nədir? Mən orada nə qoymuşam? Məsələn, burada qoymuşam 111.3. Maşın və avadanlıqların dəyəri. Yəni, bu nöqtə də qoysa, tire də qoysa, mahiyyəti dəyişmir. Sonra gəldim kreditor borc. Kreditor borc da yəni uzun müddətli ola bilər, qısa müddətli ola bilər. Uzun müddətsə 431-nə qeyd edilir, uzun müddətsə 531-nə. Verilmiş borclar 182-233. Verilmiş borc dedik ki, bu aktivlərin yer dəyişməsidir, mənim aktiv hesabımdır. Və 182 və 233 nömrə hesablardır. Biz bilirik ki, 182 verilmiş uzun müddətli borclar, bir də var 233. Verilmiş qısa müddətli. Bəli. Və yenə pul vəsaiti və onun təkrarı. Bəli. Yəni, sizə düşən nədir? Sizə düşən o ki, məsələ həlli zamanı sizə verilən həll etdiyiniz məsələlərin əməliyyat jurnalının sol tərəflərindən yazmaq. Oradan yerləri var. Hesabda da qeyd edəndə yenə də bunun sol tərəfindən qeyd edilir. Bu hissədə qeyd edilir. Məsələn, 200, məsələn, 21, bəli. Siz çalışın pul vəsaitlərində 221, biz məsələdə elə bir yer qoymamışıq ki, əksər məsələlərdə kassa və bank ayırmamışıq. Ona görə siz çalışın elə 221-də, 220-də qeyd edin. Gəldi, məsələn, zaman kapdan deyək 301, belə sol tərəfini. Hamısı da sol tərəfinə yazılır. Bildiniz mi? Məsələn, bank krediti deyək ki, məsələn, 401, 501. Sonra gəldi, məsəl üçün, təsisi borcu. Məsələn, 538 nöqtə neçə idi? Baxaq. Biz bilirik ki, 538 nədir? Neçə qoyulur? 538.1 məsəl üçün. Gəldik bura. Görürsünüz. Yəni, bu cür davam edə bilərsiniz. Və məsələn, kompüterlə 205 məsəl üçün. Və bu cür davam edirsiniz. Sınaq balansında da eyni qaydada. Yenə məsələn 221, qoya bilərsiniz 223. Ticarət malı qoya bilərsiniz 205 məsəl üçün. Burada qoyarsınız məsəl üçün. Yəni 171, məsələn 211 məsəl üçün. Aydındır. Və məsələn 111, məsələn .3 məsəl üçün. Bu cür davam edirsiniz. Aydındır. Bu da hesablar planı ilə bağlı olan, yəni praktik məsələ. Yəni, biz 3-cü məsələni eləmişdik, bu da onun necə qeyd edilməsi haqqındadır.